Əziz, hörmətli, dəyərli məni izləyən izləyicilər, mən sizlərə təptəzə bir proqnoz və habelə vaxtı ilə verdiyim proqnozu xatırlamaq bir zamanıdır. Türkiyədə olan, dünyada olan gedişatları hər kəs artıq izləyirsiniz və görürsünüz. Türkiyə bu yaxın zamanlarda büyük bir başqa bir ölkə ilə ordusunu savaşa salacağını hiss edirəm. Qalan detalları demək istəmirəm, nə olacağını, eləyəcəyini. Orada vaxtda dünyada gedən 3-cü Dünya Savaşın siqnalları, simptomları artıq hər kəs görür. Və Trump yadındadırsa, Hindistanda 20 büyük ölkənin 2 il bundan əvvəl, yəni orada prezidentlər toparlayanda sözlər vermişdilər ki, Trump yox, Trumpdan əvvəlki hökumət və büyük prezident